Ümumilikdə diyetlər haqqında danışanda insanların təsəvvüründə ilk növbədə şəkərlərdən qurtulmağın lazım olmağı canlanır. İlk növbədə çörəyi rasiondan çıxardırlar, sonra da əlavə tərkibində karbohidratlar olan hər bir şey. Lakin çox vaxt belə diyetlər 3 gün, 5 gün davam edir. Uzun müddətli perspektivdə bu tipli diyetləri davam elətdirmək mümkün deyil. Çünki bədənin əsas enerji mənbəyi karbohidratlar, yəni şəkərlərdir. Bədənin normal şəkildə fəaliyyəti üçün çəkinizin 3-5 misli qədər karbohidrat qəbul etməlisiniz. Karbohidrat enerji deməkdir. Ancaq bizə doğrudan da keyfiyyətli enerji mənbəyinə ehtiyac var. Ağ şəkərdən, tortlardan, şokoladdan qəbul etdiyimiz sadə karbohidratlar yerinə bulğurdan, qreçkadan və yaxud da ki, liflərlə zəngin buğdadan hazırlanmış, tam buğdadan hazırlanmış çörəkdən siz çox gözəl və keyfiyyətli karbohidrat mənbəyi kimi istifadə edə bilərsiniz. Bununla belə siz gündəlik enerji tələbatını qarşılayacaqsınız və sağlam şəkildə arıqlaya biləcəksiniz. Mən diyetolog, qidalanma mütəxəssisi Hüseyn Əkbər. Əgər sizə bu mövzuda olan videolar maraqlıdırsa, videonu bəyənib mənim kanalımı izləyə bilərsiniz.